Kəndinə qayıt verişinin növbəti buraxılışında Gədəbəyin ən ucqar yaşayış məntəqələrindən biri dağların qoynunda yerləşən Nəriman kənddə səyahət edilib. Nəriman kənd Azərbaycanın qərb hissəsində Gədəbəy və Tovuz rayonlarının inzibati sərhədlərində Xına dərəsində yerləşir. Kənd bir zamanlar Orconikidze adlandırılıb. Ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra öz tarixi adına qovuşub. Hazırda burada təxminən 1000 nəfər yaşayır. Nəriman kəndinin ən diqqət çəkən cəhətlərdən biri ata-babalardan qalmış qədim evlərin bu günə qədər qorunub saxlanmasıdır. Kəndin sakinləri arasında təhsilə böyük maraq var və uzun illərdir ki, burada təhsil almayan gənclərə qız verilmədiyini deyilir. Lakin kəndin yaşlı sakini Afizə nənə bildirib ki, vaxtilə adətlər tam əksinə olub. Oxuyan qızlarla evlənmək istəməz, belə qızlar ailə qurmaqda çətinlik çəkərmiş. Əvvəllər deyirlər ki, qız oxuyubsa onu almırıq, çox oxuyan qızı almırdılar. Sonralar çoxu şəhərə getdi, orada oxuyub, elə orada da qaldılar. İndi kəndimizdə qız yoxdur, Afizə nənə söyləyib.